20 yaşında döyüşlərə könüllü qatılaraq şəhidlik zirvəsinə ucalan Əsgərov İlkin Rauf oğlu 6 sentyabr 2000-ci ildə Gəncə şəhərində anadan olub. O 2007-ci ildə Gəncə şəhər 11 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olub. Orta məktəbi bitirdikdən sonra 2018-ci ildə səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb. İlkin Əsgərov Beyləqan rayonunda yerləşən en saylı hərbi hissədə xidmətə başlayıb. Hərbi xidmətini başa vurduqdan 3 ay sonra 2-ci Qarabağ müharibəsində iştirak etmək üçün könüllü şəkildə döyüşlərə qatılır. İlkin Əsgərov Füzulinin, Qubadlının, Şuşanın azad edilməsi uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına vuruşur. O, noyabrın 9-da Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. O, Gəncə şəhər Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edilib. İlkinlə bərabər döyüşlərdə qardaşı Elçin Əsgərovla vuruşub. O, 3-cü dərəcəli Vətən müharibəsi əlili kimi döyüşlərdən təxris edilib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, İlkin Əsgərov ölümündən sonra Vətən uğrunda Şuşanın azad olunmasına görə və cəsur döyüşçü medalları ilə təltif edilib.